Cəmiyyətimizdə getdikcə daha çox yayılan psixoloji problem, panik atakdan danışacağıq. Ümumiyyətlə, panik atak nədir? Panik pozuntulardan fərqləri nələrdir? Bunu yaşayan insanlar bundan bir dəfəlik qurtula bilərlərmi? Təbii ki, dəyərli mütəxəssisimizə eşidəcəyik. Buyurun Aytan xanım. Salamlayıram hər kəsi, Günay xanım. Həqiqətən bugün müzakirə edəcəyimiz mövzu panik atak, panik pozuntudur ki, bu pozuntu əslində cəmiyyətimizdə siz qeyd etdiyiniz kimi çox yayılmışdır. Depressiyadan sonra deyərdim ikinci yerdə duran bir xəstəlikdir. Və ilk girişi bundan etmək istəyərdim ki, panik atak və panik pozuntu. Əslində bunlar başqa-başqa bir terminlərdir və bəzən isə insanlar bunları səhv salırlar. Panik atak nədir, panik pozuntu nədir? Gəlin bunlara bir aydınlıq gətirək ilk növbədə. Panik atak əslində bir simptomdur, bir əlamətdir. Yəni hər hansısa bir xəstəliklərin daxilində görülən bir, yəni xəstəliklərin klinik təzahürü zamanı görülən bir simptomdur, əlamətdir. Panik atak zamanı şəxsdə, belə deyək ki, biz yaşadığımız həyat boyunca illər ərzində panik atak, yəni həyəcan həmlələri, həyəcan tutmaları bir və yaxud da ki, bir neçə dəfə müşahidə olunar. Bu hallar o halda müşahidə oluna bilər ki, bu zaman hər hansısa bir vacib situasiya var, vacib situasiya zamanı yaranar, müvəqqəti xarakter daşıyar və qısa müddətli olar. Və bu atak tutmaları həm bayaq qeyd etdiyim kimi bir simptom olaraq müxtəlif xəstəliklər zamanı görülə bilər. Həm psixiatrik xəstəliklər zamanı, həm də ki, somatik xəstəliklər zamanı. Psixiatrik xəstəliklər zamanı psixiatrik xəstəliklərdən nevrotik pozuntular və psixotik pozuntular var. Nevrotik pozuntulardan bu xəstəlik panik pozuntunun, həyəcan təşviş pozuntusunun, depressiv epizodların, obsessiv kompulsiv pozuntunun, dissosiativ kompulsiv pozuntunun daxilində görülə bilər. Psixotik pozuntulardan isə bu bir sıra psixi pozuntuların, yəni ruhi xəstəliklərin prodromal, yəni başlanğıc əlamətləri zamanı görülə bilər. Məsəl üçün, şizofreniyada, bipolar affektiv pozuntuda, doğumdan sonraki depressiya və doğumdan sonraki psixozda görülə bilər və məhz buna görə də bəzən bu prodromal əlamətlər nevrotik və psixotik pozuntular zamanı qarışdırıla bilər. Səhv salınır. Səhv salına bilər, bəli. Və digər somatik xəstəliklər zamanı panik ataklar görülə bilər. Belə deyək, nevroloji, endokrinoloji, kardioloji, kardiovaskulyar, gastroenteroloji, yəni mədə-bağırsaq xəstəlikləri zamanı, onkoloji xəstəliklər zamanı görülə bilər. Panik pozuntu isə bu panik həmlələrin, panik tutmaların daha sıx, daha tez-tez, yüksək intensivliklə müşahidə olunması və bu tutmalar vaxtı, bu atakların insanın rutin həyatını pozması, həyat keyfiyyətini aşağı salması, funksionallığını azaltması, əmək qabiliyyətini, iş qabiliyyətini aşağı salmasına səbəb olur və şəxs həmçinin bu etapda ətraf mühitə adaptasiya olunmağı, konsentrasiya olunmağı pozulur. Şəxsin ailə üzvləri ilə, yaxın qohumları ilə, iş yoldaşları, tələbə yoldaşları, məktəb yoldaşları ilə münaqişəyə meyilli olurlar və mübahisəyə meyilli olurlar. Və nəticə itibarilə şəxs bu zaman diqqətini cəmləməkdə çətinlik çəkir. Şəxsin diqqət dağınıqlığı yaranır, diqqət defisiti yaranır və nəticədə şəxsin bu zaman, belə deyək ki, akademik bacarıqları aşağı düşür. Şəxsin anlaması, qavraması, yadda saxlama funksiyaları pozulmuş vəziyyətdə olur. Və panik pozuntu bir xəstəlikdir və panik pozuntu xəstəliklərin beynəlxalq təsnifatı və belə deyək ki, DSM üzrə sırf psixiatrik bir pozuntudur, nevrotik xəstəliklər qrupuna daxildir və həyəcan təşviş pozuntusunun alt qrupudur. Əslində, bax qeyd etdim, həyəcan təşviş pozuntusunun alt qrupudur. Bəzi insanlar həyəcan təşviş pozuntusundan panik pozuntunu da səhv salırlar. Bir bunlara da aydınlıq gətirək. Əslində qəliz məsələdir, doktor. Onu sizin kimi peşəkar ayırd edə bilər. İnsanlar olanda hamısının bir ifadəsi var. Görürsən ki, doktorun dediyi halları keçirirlər və söyləyirlər ki, mən panik atak halları yaşayıram, panik atak hücumları yaşayıram. Hətta belə deyən bizim izləyicilərimiz də var, hal-hazırda yazan izləyicilərimiz də var. Amma doktorumuz çox incə məqamlarla panik atakla panik pozuntunun fərqini bizə hiss elədi. İndi həyəcan təşviş pozuntusu ilə necə ayırd edək? Həyəcan təşviş pozuntusu ötən verilişlərdə danışdıq, anksiyete deyilir. Həyəcan təşviş pozuntusunda da, belə deyək, həyəcan həmlələri, həyəcan tutmaları müşahidə olunur. Panik pozuntu zamanı da, panik atak zamanı da həyəcan tutmaları və həmlələri müşahidə olunur. Bəs bunların fərqi nədir? Panik pozuntu, panik atak zamanı müşahidə olunan həyəcan tutmaları, həyəcan atakları adından məlum olduğu kimi atak formada birdən-birə başlayar, anidən başlayar, qəfildən başlayar, kəskin başlayar və bu tutmalar, bu həmlələr bir epizodik xarakter daşıyar, tutmavari xarakter daşıyar və bu tutmalar, həmlələr zamanı müşahidə olunan əlamətlər yüksək şiddətlə başlayar. Anidən başladığı üçün yüksək şiddətlə başlayar və 5-10 dəqiqə ərzində pik həddə çatar
Daha sonra isə yavaş-yavaş, bax sanki bu belə deyək diaqramda qalxar və düşər. Yəni bu ürək döyüntüsüdür, nəfəs darlığıdır, ölüm qorxusunu qeyd edirlər izləyicilərimiz ki, elə bilirik ki, bu dəqiqə yəni öləcəyik, Allah göstərməsin. Həmin bu əlamətlər Günay xanım pik həddə çatar 5-10 dəqiqə ərzində, daha sonra get-gedə azalaraq yavaşlayar və bəzən 30-40 dəqiqə, bəzən isə 50 dəqiqə, 2 saata qədər davam edər və sanki bir pasiyent dəhşət yaşamış olar. Və həyəcan təşviş pozuntusunda da həyəcan həmlələri müşahidə olunur. Bu həyəcan həmlələri burada daha aşağı, daha zəif, daha yüngül simptomatika ilə başlayar, davamlı xarakter daşıyar, gün ərzində şəxsi müşahidə edər. Yəni şəxsdən əl çəkməz, daima düşüncələr beynində cərəyan edər. Panik pozuntu, panik atak zamanı şəxsdə belə deyək ki, qorxular yaranır. Bu qorxular şəxsin özü ilə bağlıdır. Şəxs özünün öləcəyi, hər hansısa bir xəstəliyə düçar olacağı, onkoloji xəstəlik keçirəcəyi, insult keçirəcəyi, infarkt keçirəcəyi qorxu yaranır. Şəxs bayılacağı qorxu yaranır, huşunu itirəcək, yıxılacaq qorxular yaranır. Həyəcan təşviş pozuntusunda da qorxular olur, amma həyəcan təşviş pozuntusunda qorxular özü ilə bağlı deyil. Öz yaxınlarının, ailə üzvlərinin, xüsusən övladının, doğmalarının başına hər hansısa bir təhlükə olmadan pis bir hadisə gələcəyi. Burada da bu incə məqam var ki, bunu ayırt edə bilək. Bəli, pis bir xəbər gələcəyi qorxusu yaranır. Panik pozuntu, panik atak zamanı hər hansısa bir obyekt, hadisə olmadan da belə baş verə bilər. Amma həyəcan təşviş pozuntusunda isə hər hansısa bir obyekt, hadisə, aqrofobiyalar fonunda da müşahidə oluna bilər. Ümumiyyətlə, bu qeyd etdiyim kimi, həm panik atakın, həm panik pozuntunun başlanması üçün iki faktor olur bizdə. Yəni, anidən də başlaya bilər. Məsəl üçün, biz oturmuşuq Günay xanım. Anidən mən danışıram və yaxud da televiziyadan bizi kimsə izləyir, telefonla mı danışır, yemək mi yeyir və yaxud da ki, vanna otağında yuyunur mu, maşın mı idarə edir, təyyarədə mi uçur, yol mu gedir, metrodadır, avtobusdadır, anidən yəni başlaya bilər və yaxud da ki, hansısa bir tətikləyici faktor fonunda. Səbəb olmalıdır. Aqrofobiyalar fonunda, bəli, səbəb olmalı. Məsələn, hansısa bir məkana gəldim, mən ötən verilişə gecikmişdim. Və bu günləri bu verilişə daxil olarkən həmin bir vəziyyəti yaşadım ki, birdən yeni gecikərəm. Və bu bir aqrofobiyadır. Yəni, həmin bir bu studiyaya daxil olduqda bu həyəcanı qısa müddətli yaşamış olur. Yəni, bu travmanı yaşamışsınız, həyəcanı keçirmişsiniz, yenidən düşündünüz ki, olacaq. Qalır qabıqaltı mərkəzdə, şuuraltı mərkəzdə toplanıb qalır. Həmin bu məkana mən də daxil olduqda yenidən bir atak yaşamış olur. Bu, artıq belə deyək ki, bir tətikləyici faktor yarandıqda şəxsdə bir həyəcan, qorxu, təşviş, təlaş, narahatlıq yaranmağa başlayır. Necə imtahan həyəcanı keçirmirik, imtahana hazırlaşarkən bir qəribə həyəcan olur da, məsuliyyətli insanlardan söhbət gedir təbii ki. Yəni bu həyəcan varsa, burada da imtahan tətikləyici faktordur. Bəli, tətikləyici faktordur. Hansı ki, artıq o simptomları alışdırır. Və bu zaman biz bildiyimiz kimi istənilən xəstəliyin patogenetik olaraq başlanması üçün stres faktoru vacibdir. Onkoloji xəstəliklərdə də olsun, kardioloji xəstəliklərdə, nevroloji xəstəliklərdə də adi bilirik. Kimsə infarkt keçirəndə deyir, nəyə əsəbləşmişdin? Şəkər olanda deyir, nədən qorxmuşdun? İnsult keçirəndə deyir, kimdən mübahisə etmişdir? Kimdən dava etmişdir? İlk sual belə olur. İlk sual belə olur. Və şəxs bu zaman qorxur, həyəcanlanır, təşviş, təlaş içərisində olur. Və bu zaman biz bildiyimiz kimi beynimiz bir neçə paydan ibarətdir. Beynimizin gicgah payı, temporal payda qorxu mərkəzi yerləşir. Bu qorxu mərkəzinin adı amigdaladır. Amigdala 2 ədəddir, cüt formadadır, badam formasındadır. Hər iki gicgah nahiyədə içəri səthdə yerləşir və hipokampusun önündə yerləşir. Və biz qorxanda, həyəcanlananda, narahat olanda amigdala sanki bir tətiklənir, qıcıqlanmış vəziyyətdə olur. Və amigdala bu məlumatı talamusdan hipotalamusa ötürülür. Biz də bildiyimiz kimi hipotalamus elə bir mərkəzdir ki, bu orqanizmdə sinir və endokrin sistem arasında bir əlaqə yaradır. Və bu məlumat bu zaman endokrin, belə deyək, börəklərin üst hissəsində biz bildiyimiz kimi bir şlyapa formasında bir börəküstü vəzi yerləşir. Bu börəküstü vəzinə ötürür məlumatı. Bu börəküstü vəzdəki həmin məlumat ötürülən kimi adrenalin hormonu sintezi olunmağa başlayır və biz də bilirik ki, adrenalin hormonu həm də bir neyrotransmitterdir. Adrenalin hormonu bir orqanizm üçün alarmdır, siqnaldır, beyin üçün bir siqnaldır. Adrenalin hormonu bu zaman qana yüksək miqdarda sintez olunmağa başlayır və adrenalin hormonunun funksiyası nədir? Bu həyəcan təşviş tutmaları zamanı qaç, qov, hücuma keç, fəaliyyətə keç, döyüş, savaş, bəli, hərəkətə keç anlamına gəlir. Və bu zaman orqanizmdə
Biz bildiyimiz kimi vegetativ sinir sistemi, avtonom sinir sistemi deyirik. Bu simpatik və parasimpatik şöbəsi var. Simpatik sinir sisteminin fəaliyyəti artmağa başlayır və orqanizmdə bir sıra funksiyalar sürətlənir və müxtəlif klinik əlamətlər müşahidə olunmağa başlayır. Necə ki, ürək döyüntüsü artır, tərləmə artır, hətta bəzi insanlarda üz qızarması, boyun nahiyəsinin qızarması baş verir. Artıq Günay xanım panik atakın klinik əlamətlərinin hamısını öyrənmişik. Bilirsiniz, bəli. İzləyicilərimizdən ağlamağı da qeyd edənlər də var, hansı ki, söylürlər ki, ağlamaqla bu panik atağı özümüzdən çıxarırıq. Bəli, bütün vegetativ reaksiyalar sürətlənir və mən istəyərdim ki, hal-hazırda panik atakın, panik pozuntunun ümumiyyətlə klinik gedişatında nələr müşahidə olunur? Əsas məsələ, ən diqqətli edəcəyiniz bir məqam, yəni panik atak çox zaman insanlar deyir ki, məndə panik atak var, amma doktorun dediyi kimi ola bilər ki, bu həyəcan təşviş pozuntusu olsun, panik pozuntu olsun. İndi doktor onları ayırt edəcək, hansında hansı əlamətlər var. Bizə isə diqqətlə dinləmək qalır. Buyurun doktor. Panik atak və panik pozuntu zamanı bizdə hansı klinik əlamətlər görülür? Bu zaman nə baş verir? Qeyd etdiyim kimi, beynin qan dövranı artışı artdığı üçün beynin ön bölgəsinə, ön payına qan artışı artır, qan axını artır və bu zaman insanda özü ilə bağlı olaraq sanki bir narsistik yatırım yaranır. Öz düşüncələrini, diqqətini özünə doğru yönətmiş olur. Şəxs düşünür, bayılacam, huşumu itirəcəm, yıxılacam və bu zaman şəxsin bədəni əsir, titriyir, tərliyir. Bədənində olan tüklər biz-biz olmağa başlayır. Sanki bir qaz dərsi kimi. Temperatura qalxa da bilər. Bu zaman şəxsin, belə deyək ki, üz ifadəsi vahiməli bir mimika almış olur. Alnı qırışır, rəngi avazıyır, bəzən qızarır, göz bəbəkləri genişlənir, göz alması bərəlir. Sanki şəxs titriyir, tərliyir, nitqi tutulur. Bu zaman şəxsdə digər bir vegetativ reaksiyalar formalaşmağa başlayır. Şəxsin ilk növbədə ürək-damar sistemi tərəfindən olaraq, ürək-damar sistemi tərəfindən ürək vurğularının sayı artır, ürək döyüntüsü artır, arterial təzyiq artır, şəxs sanki ürəyi sıxılmağa başlayır. Deyir ki, doktor, sanki ürəyim ağzımdan çıxacaq şəklində döyünməyə başlayır. Bu zaman bu narahatçılıqla yanaşı olaraq bədəndə ağrılar yaranır. Bu ağrılar yanma, sancma, göynəmə, dartma, sıxılma şəklində olur. Və ağrılar adətən stenokardiyada olan ağrılarla yəni ürək nahiyəsində olan ağrılar olur. Bu ağrılar sol qola, sol çiynə, bəli, ötürülən ağrı olur və şəxs deyir, miokard infarktı keçirəcəm. Qorxular yaranmağa başlayır və bir müddətdən sonra bu narahatçılıqlar, başda sıxılma, baş ağrıları, baş gicəllənmə, ürək bulanma narahatçılığı yaradır və şəxs huşunu itirəcək, yıxılacaq qorxuları yaranmağa başlayır. Ürək getmə olur mu doktor? Bəli, ürək getmə də olur, hətta bayılma halları da olur. Lakin bu bayılmalar epileptik bayılmalardan təbii ki fərqlənir. Şəxsin huşu, düşüncəsi özündədir. Sadəcə olaraq şəxs bayılaraq rahat bir yerə bayılmış ola bilər. Və nəhayət ki, şəxsin bu zaman tənəffüsü sürətlənir, tənəffüs tezləşir, şəxs daha tez tənəffüs alıb verməyə başlayır. Və nəticə itibarilə bu tənəffüs sürətləndikcə beyinə oksigen daha çox getməyə başlayır. Beyin bir xətalı siqnalın olduğunu, bir təhlükəli bir vəziyyətin... Qırmızı siqnal, qaldırır, bəli. Və beyin bir xətalı vəziyyət olduğunu, təhlükə olduğunu xəbər verir, adrenalinə xəbər verir ki, təhlükə var, nə etməliyik? Və başlayır o adrenalin ifraz olunmağa. Və bu zaman beyinə oksigen daha çox gedir. Oksigen daha çox getdikcə növbəti dəfə şəxs deyir, pasiyentin dilindən deyilən sözü deyəcək. Doktor, sinəmin üstündə elə bir daş qaya oturubdur, nəfəs alıb verə bilmirəm. Və bu şəxslər hətta qidalanarkən belə yanına bir stakan su qoyurlar. Sanki boğulacaqlar, öləcəklər qorxusu yaranmağa başlayır. Boğazda quruluq yaranır, udqunma çətinliyi yaranır. Bir müddətdən sonra mədə-bağırsaq sistemi fəaliyyətə qoşulur. Mədə-bağırsaq bir qıcıqlanmış, irritabl vəziyyətdə olur. Bəzən terapevtlər bu diaqnozu qoyur. Deyir, səndə qıcıqlanmış bağırsaq sindromudur. Mədə-bağırsaq sürətli işləyir. Şəxs tez-tez tualetə getməyə başlayır. Bəzən qarnı köpür, bəzən qıcqırma, gəyirmə, ishal, bəzən qəbizlik halları ilə müşahidə olunmağa başlayır. Müəyyən bir hallardan sonra şəxsin bu sadaladığım klinik əlamətlər 5-10 dəqiqə ərzində pik həddə çatır. Daha sonra bu əlamətlər yavaş-yavaş azalır, düşür aşağı. Bəli, sönür və bəzən 30-40 dəqiqə, bəzən 50 dəqiqə, hətta bəzən 2 sutkaya qədər yaşayır. Şəxs bunu həqiqətən də bir dəhşət yaşayır. Şəxs ölüm qorxusu yaşayır.
şəxs bayılacağı, huşunu itirəcəyi, O insanlar tək də qala bilmirlər. Artıq bu əlamətlərdən o qədər qorxurlar ki, mütləq harda olurlarsa olsunlar, yanlarında kimisə istəyirlər. Bəli, bəzən Günay xanım, həmin şəxslər öz evlərini təcili tibbi yardımın yanında istəyirlər alsınlar və yaxud da ki, istəyirlər ki, həkimə daha yaxın olsunlar. Tez-tez həkimlə telefon əlaqəsinə keçməyə çalışırlar. Doktor, bu vəziyyətlər, bayaqdan sadaladığınız vəziyyətlər biraz da ürək xəstəliyi ilə səhv salına bilər. Bəs bunu biz ürək xəstəliyi ilə necə? Bax, siz bayaq danışdınız, o ki, yıxıldı yerə, ürəyə getdi, huşu özündədir, baş verənləri görür, daha rahat şəkildə uzanır, yəni epilepsiyadan fərqli olaraq, yəni ani baş vermir. Bu yıxılır və beyin işləyir. Kənardan bunu, məsələn, küçədə baş verirsə, Allah göstərməsin, kimsə kənardan, məsələn, mən olsam deyərəm ki, bu insanın ürəyində bir problem var, yəqin ki, bir ürək xəstəliyinin nəticəsidir. Bunu necə fərqləndirə bilərik? Məsələn, küçədə baş verib, bir insan bu halı yaşayır və mən də yoldan keçənəm, mən ona yardım etmək istəyirəm. Mən nə etməliyəm? Çox gözəl bir mövzuya toxundunuz ki, burada artıq biz bütün tutmalardan mən misal gətirəcəm, yəni fərqləndirəcəyik. Tutmalar ümumiyyətlə, biri var üzvü tutmalar, epileptik tutmalar və biri də var konversiyon tutmalar və yaxud da panik, yəni konversiyon tutmalar vaxtı ürək getmələr, panik tutmalar vaxtı ürək getmələr var. Biri də var epileptik tutmalar, yəni üzvü xəstəliklər zamanı baş verən tutmalar var. Hər ikisi ürək getmədir. Hər ikisində şəxs yıxılır. Amma necə yıxılır? Bunu fərqləndirək. Birincisi, şəxs epilepsiya zamanı, üzvü pozuntular zamanı, bayılan zaman, yıxılan zaman bir anlıq o anı yaşayana qədər sanki bir aura gəlir. Şəxs deyir ki, sanki elə bir ki, duydum ki, nəsə baş verəcəkdir. Və bu zaman, yıxılan zaman şəxs artıq duymur hara yıxılacaqdır. Bu daş ola bilər, möhkəm bir maneə ola bilər və bu zaman, yıxılan zaman şəxsdə yaralanmalar müşahidə oluna bilər. Amma konversiyon tutmalarda, panik tutmalar zamanı bayılma hallarında şəxsdə yıxılma anında daha tədbirli olur və daha yumuşaq yerə və zədələnmədən baş verir. Epileptik tutmalar zamanı şəxsin bəbəyin işığa qarşı reaksiyalar saxlanmır. Konversiyon tutmalar zamanı bəbəyin işığa qarşı reaksiyalar saxlanılır. Epileptik tutmalar zamanı şəxsin gözünü biz açmağa çalışdıqda müqavimət göstərir. Sanki, yəni daha doğrusu göz müqavimət göstərmir və daha rahatlıqla aça bilirik. Konversiyon tutmalar zamanı və yaxud da panik tutmalar zamanı tutma baş verən zaman biz əlimizlə açmağa çalışırıq, şəxs əlimizlə müqavimət göstərir, sıxır, qoymur ki, açaq. Epileptik tutmalar zamanı, ümumiyyətlə, konversiyon tutmalardan fərqli olaraq, şəxs ayıldıqda nə baş verdiyini xatırlamır. Konversiyon tutmalar zamanı şəxs deyir, doktor eşidirdim ətrafda, mənə kömək eləmək istəyirdilər, çağırırdılar adımı və yaxud da nəsə müdaxilə eləmək istəyirdilər. Amma halım heyim olub cavab verə bilmirdim. Və epileptik tutmalar zamanı şəxs ayıldıqdan sonra heç nəyi xatırlamır. Düşüncə şuur təmiz itmiş olur. Konversiyon tutmalarda isə şəxsin ayıldıqdan sonra hər bir şeyi xatırlamış olur, düşüncə şuuru aydın olmuş olur. Və təbii ki, müalicəsində də bu zaman fərq var. Epileptik tutmalar zamanı şəxsə antikonvulsantlarla təbii ki, müalicə olunur. Konversiyon tutmalar zamanı çox təəssüf ki, illər boyu antikonvulsant, yanlış olaraq antikonvulsant müalicələri almış şəxslər bu müalicəyə heç bir yanıt vermirlər. Nəticə ilə etibarilə illərlə epilepsiya adı altında müalicə olunmuş olurlar. Əslində bu xəstəlik, konversiyon pozuntu, panik tutmaları tək bir, yəni müəyyən bir uzaqbaşı 2 dərmanla tam şəkildə 6-8 ay ərzində müalicə edib tamamlamış oluruq. 6-8 ay deyirəm də, şəxs artıq birinci həftədən belə özündə yaxşılaşma görür, bir ayında tam sağalmış olur. Sadəcə olaraq müalicəni sürdürməyimizdə bizim belə deyək ki, işimiz, görevimiz ondan ibarətdir ki, xəstəlik əlaməti yenidən təkrarlanmasın. Yəni həmin o ocaq yenidən alovlanmasın. Çünki bəzən görürsən ki, panik atakdan, panik pozuntudan uzun illər əziyyət çəkən insanlar var, hansı ki, həkimə getməyə ürək etmirlər. Hətta işlərini belə itirən insanlar var, hansı ki, işdən uzaqlaşırlar, yəni təhsildən uzaqlaşırlar, evə qapanmağı seçirlər, amma evdə mütləq kiminsə onların yanında olmasını istəyirlər. Hamısı haqqında ətraflı danışacağıq. Çox ciddi psixoloji faktorlarla, əlamətlərlə müşahidə olunan panik pozuntu, panik atak
atdan danışırıq bugün. Mövzumuz budur və mən istəyirəm doktorumuzun əlaqə nömrələrini bir daha qeyd edim. 050 377 54 22 099 377 54 22 dəyərli həkim psixiatrımız Aytən Namazovaya müraciət eləyə bilərsiniz. Mövzumuz davam eləyəcək. Sual yazan izləyicilərimizə səslənirəm ki, suallarınız da səslənəcək. Narahat olmayın. Sadəcə mən istəyirəm hal-hazırda verilişimizin sponsoru Jumpet haqqında qısa da olsa məlumat verim. Cəmiyyətdə çox danışılmasa və paylaşılmasa da bugün bir çox insan sidik qaçırma problemindən əziyyət çəkir. Türkiyənin çox seçilən böyüklər üçün bez markası Jumpet bu sahədə sizə geniş məhsul çeşidi ilə misilsiz həllər təklif edir. Sidik qaçırma səviyyələrinə uyğun, xüsusi olaraq hazırlanmış, fərqli məhsullara sahib olan Jumpet həyatınızı asanlaşdırır. Siz də həyatı dolu-dolu yaşamaq, özünüzü güvəndə hiss etmək istəyirsinizsə, risk etməyin, Jumpet alın. Qısa aradan sonra davam edəcəyik, diqqətiniz bizdə olsun. Profilaktika müalicədən üstündür prinsipi ilə hər zaman bir addım öndə olmaq üçün proqramımızı izləməkdə çox böyük fayda var. Hər kəsi yenidən salamlayıram. Proqramımız canlı yayımlanır və hal-hazırda Sağlam Gün Ay tibbi verilişinin qonağı dəyərli həkim psixiatr Aytən Namazovadır. Bir daha salamlayıram sizi doktor. Çox minnətdaram, dəyərli vaxtınızı ayırırsınız. Bilirəm ki, qrafikinız çox gərgindir. Hətta səhər 6-dan işlərinizə başlayırsınız. Pasientləriniz qeyd edir. 7-yə qəbula yazdığı pasientlər olur. Səhər saat 8-ə pasient yazdığı qəbullar olur və mən çox sevinirəm ki, bizim belə dəyərli, vicdanlı, işini sevən, işinə peşəkarlıqla yanaşan mütəxəssislərimiz var. Gənc görünməsinə baxmayaraq artıq uzun illərdir ki, bu sahədədir. Uğurlar arzulayırıq sizə, dəyərli doktorumuz. Və bir məsələni qeyd etmək istəyirəm ki, hal-hazırda qaynar xəttimiz suallarla doludur. Çox təəssüf eləyirəm əslində mən buna. Yəni, burada sevinəcək bir məqam yoxdur. Düzdür, aktivliyiniz üçün sevinirəm, orası elədir. Amma bayaq verilişə, mövzuya giriş edəndə də mən qeyd etdim ki, çox təəssüf ki, cəmiyyətimizdə panik atak və panik pozuntudan əziyyət çəkən insanların sayı günbəgün artır. Bəlkə də saat-ba-saat artır. Hal-hazırda valideynlər övladlarının panik atakdan əziyyət çəkdiyini qeyd edirlər. Rəna xanım hal-hazırda TikTok canlı yayımından yazır ki, 16 yaşlı oğlumda panik atak pozuntusu var, panik atakdan əziyyət çəkir, boğulmaları olur. Yəni, bilmir ki, ona necə yardım etsin. Mən buradan səslənirəm Rəna xanıma. Hal-hazırda bizi izləyirsinizsə, bizim dəyərli Aytən xanıma müraciət eləyə bilərsiniz. Hər yaş qrupundan olan insanlar müraciət eləyə bilər və qaynar xəttimizə 0558 nömrəli abunəçidən bir sual gəlib. Salam Günay xanım, sizi və həkiminizi ürəkdən salamlayıram, minnətdaram, biz də sizi salamlayırıq. Şirvan şəhərindən sizi narahat edirik, narahat etmirsiniz. Mənim evladımın 8 yaşı var, autizmdir, nevroloq müalicəsi də görür və nitq inkişaf kurslarına da gedir. Bilmək istəyirəm ki, evladım bəzən gülür, bəzənsə ağlayır. Bu autizmlə irəli gələ bilərmi? Yoxsa nəsə başqa bir pozuntudur? Bu haqda məlumat verərdi doktor. 8 yaş. Salamlayıram xanımı. Autistik spektr pozuntusunda ümumiyyətlə növbəti, biz danışmışıq bu mövzunu, amma növbəti dəfə çox istəyərdik ki, bu mövzu olsun. Mütləq. Çünki valideynlərə maraqlıdır. Autistik spektr pozuntusu zamanı gülmə halları, təkrarlanan davranışlar, belə deyək ki, kimisə dişləməsi, yenində fırlanması, müəyyən bir oturub fırlanan barabana baxmaq, paltorayan maşınının barabanına baxmaq və s. eyni oyuncağın təkəri ilə oynamaq, digər hallar, bunlar autistik spektr pozuntusu zamanı görülən hallardır. Amma sizin övladınıza nevroloq tərəfindən veriləcək olan bu, belə deyək ki, bitkisəlmi dərmanlar, beyin qidalandırıcımı dərmanlar, ot dərmanlarıdırmı, beyni qidalandırsın, o şeylər gedəcək deyə bir şeylər, yəni bu dediyiniz bu davranış reaksiyalarını aradan qaldırmaz. Yəni bu müalicədə etki görməyən bir haldır. Doktor, baxın, müxtəlif panik pozuntu əlamətlərini qeyd edirlər. Sizin o sadaladığınız çox sayda əlamətlərdən, o faktorları qeyd edirlər izləyicilərimiz və mən elə onların dilindən ümumiləşmiş şəkildə bu sualı vermək istəyirəm. Çünki biri var 2 ildir əziyyət çəkir panik atakdan, biri var 3 ildir əziyyət çəkir panik atakdan, amma hələ də həkimə müraciət eləməyib. Müalicəsiz qalan panik atak hansı fəsadlara yol aça bilər? Uzun müddətli müalicəsiz qalan panik atak zamanı, yəni bu zaman nə baş verəcəkdir? Ürək yüksək gərginliklə işləyəcəkdir. Yüksək gərginliklə, yüksək intensivliklə işləyən ürək bu zaman arterial təzyiq gün ərzində daha çox qalxacaqdır. Nəticədə ürək yüksək intensivliklə işləyəcəkdir. Nəbz sürətli olacaqdır və bayaq qeyd etdiyim kimi somatik bu psixoloji gərginlik uzun müddətli davam edərsə somatik
xəstəliklərə yol açar. Miokard infarktına da gətirib çıxarar. Baxmayaraq ki, panik atak tutması zamanı şəxs qorxur ki, infarkt keçirəcəm. Amma uzun müddət bu tutmalar davam edərsə, şəxsi həqiqətən də miokard infarktına qədər gətirib çıxardacaq bir vəziyyət ala bilər. Və yaxud da ki, şəxsin mədə bağırsağınla bağlı olaraq daim olaraq bir şikayətləri var və şəxsə deyirlər ki, bu həyəcan təşvişdəndir, keçəcəkdir, uzun müddət davam edən mədə bağırsaq pozuntuları, təbii ki, bu vəziyyət irəlilədikcə mədə xorasına da, qıcıqlanmış bağırsaq sindromunu artıraraq bəzən onlar belə deyək ki, kəskin mədə bağırsaq sistemi xəstəliklərinə gətirib çıxara bilər, tənəffüs sistemi xəstəliklərinə gətirib çıxara bilər, onları kəskinləşdirə bilər təbii ki. Doktorla əlaqə saxlamaq istəyənlər çoxdur hal-hazırda. Əlaqə nömrəsini ekranda görənlər görür, görməyənlər üçün səsli şəkildə səsləndirirəm. Çünki hal-hazırda bizi TikTok canlı yayımından da yüzlərlə insan izləyir. 050 377 54 22 099 377 54 22 depressiya, panik atak, həyəcan, təşviş pozuntusu, obsessiv kompulsiv pozuntu, saç yolma pozuntusu, dəri yolma pozuntusu, autizm, autistik spektr pozuntusu, diqqət əskiliyi, hiperaktiv pozuntu, tik pozuntusu, Tourette pozuntusu, əqli inkişaf pozuntusu, şizoafektiv pozuntu, travma sonrası stres pozuntusu, yuxu və oyanıqlıq pozuntusu, yemə pozuntuları, disosiativ konversiyon pozuntu, cinsi disfunksiyalar, enurez, alkoqol və narkotik maddələrin istifadəsi fonunda psixi və davranış pozuntuları, xroniki ağrı sindromu, doğum sonraki depressiya və psixi pozuntular, baş beynin üzvi xəstəlikləri fonunda yaranan psixi pozuntularla bağlı dəyərli Aytən xanıma müraciət eləyə bilərsiniz. Suallar həddindən artıq çoxdur. Qısa şəkildə doktor bir neçəsini də səsləndirəcək ki, cavablayasınız. 7202 nömrəli abunəçi yazır izləyicimiz. Salam Günay xanım, həkimə sual vermək istəyirəm ki, mənim danışığımda da problem var. Özümə qapanıram, tək olmaq istəyirəm. Əsas bir sual vermək istəyirəm. İnsanın özündən zəhlə getməsi nədir? 33 yaşım var. İnsanın özü-özündən zəhlə getməsi. İnsanın özü ilə bağlı olaraq daim negativ düşünməsi, özünü kiçiltməsi, özündən xoşu gəlməməsi, öz bədən proporsiyasından güzgü qarşısında duranda qane olmaması, daim olaraq özünün kiminsə qarşısında kiçildərək onun yanında belə də kütlə qarşısı olsun, bir 3-5 nəfərin yanında olsun, danışa bilməməsi, utanması, özünü daha kiçildilməsi, bu aşağılamış bu əlamətlər, bunlar depressiv epizodun bir əlamətidir. Səs dedi, necə verdi o sualı? Səs eşitmək istəmirəm, yəni özünə qapanıq halda yaşayır. Qıcıqlı olur, irritabl vəziyyətdə olur, bir həyəcanlı, təşvişli olur, əsəbi olur. O pasiyentlər deyirlər, doktor, tıncıxıram, qərar tuta bilmirəm, çox qıcıqlıyam, əsəbiyəm. Bu hallar qadınlarda olanda adətən deyirlər ki, qadın emosionaldır da, adətən qadınlarımız emosional bir varlıqdır. Bu qadınlarda görüləndə adətən nə deyirlər? Deyirlər ki, kişi götürür həkimə gətirir ki, evdə yoldaşım məsəl üçün problem yaradır. Kişilərdə də bu vəziyyət görüləndə daha çox kişilər vurub sındırıb dağıtmağa meyilli göstərirlər. Daha çox kişilər bu emosionallığını hərəki aktivliklə müşahidə etdirmiş olurlar. Qadınlar isə daha çox özünə qapanır, ağlayır, daha çox belə özünü kiçildir, daha sakit, ətrafı ilə rəfiqələri ilə bölüşür, özünə qapanmış vəziyyətdə olur. Doktor, bir sualla da əslində elə ümumi şəkildə istəyəcəm ki, panik atakın müalicəsi varmı, yoxsa yox, bunu bir nəticə olaraq bizə söyləyəsiniz. 98-97 nömrəli abunəçimiz, izləyicimiz, sizin sualınızı səsləndirirəm. Günay xanım, sizi salamlayıram, həkimimizi salamlayıram. Məndə həkimin dediyi halların əksəriyyəti var. Uzun müddətdir ki, çox əziyyət çəkirəm, psixiatra getməyə qorxuram. Bu xəstəlik məndə uzun müddət olsa da müalicə alsam, görəsən sağalacaqmı? Bu müddət ərzində sadəcə 2 dəfə nevropatoloqda olmuşam. Bayaq o TikTok canlıda sualları cavablandırırdım və onu demək istəyirdim ki, ümumiyyətlə panik pozuntu, panik atak nevroloji xəstəlik deyil. Baxmayaraq ki, nevrotik pozuntudur deyirəm. Nevrotik pozuntular psixiatrik xəstəliklər qrupuna daxildir. Nevroloqun müalicə etdiyi xəstəliklər, əgər biz hər bir şey hüquqi müstəvidə götürsək, insultlardır, osteoxondrozlardır, genetik nevroloji xəstəliklər var, bunlardır. Panik pozuntudur, depressiyadır, panik atakdır, autizmdir, şizofreniyadır, bipolar affektiv pozuntudur, demensiyadır, Alzheimer'dir və yaddaş pozuntularıdır, disosiativ konversiyon pozuntudur, tutmalardır, digərdir. Bunlar hər biri psixiatrın müalicə etdiyi xəstəliklərdir. Müalicəsi necədir panik atakın? Ona bir danışaq. Panik atak, panik pozuntu zamanı müalicə 2 üsulla aparılır. Psixoterapiya və dərman müalicəsi. Psixoterapiyada kognitiv davranış terapiyasından istifadə olunur və eyni zamanda istifadə olunur psixodinamik psixoterapiyadan, yəni istifadə oluna bilər. Farmakoterapiyadan, dərman müalicəsində isə
Adətən hər birimizin tanıdığımız antidepressantlar var ki, individual olaraq insana uyğun olaraq verilir. Bəzən onun yanında antidepressant 2 həftədən sonra geç təsir göstərdiyinə görə qısa müddət ərzində o həyəcan təşviş pozuntusunu aradan qaldırmaq üçün anksiolitiklərdən, həyəcan təşviş pozuntusu əleyhinə olan, həyəcan həmlələri əleyhinə olan dərman preparatlarından istifadə olunur. Bəzən beta-blokatorlar, antikonvulsantlar, antihistamin dərman preparatları, hətta ağırlaşmış formalarda. Əgər burada yuxu pozuntusu, intihara dair olan düşüncələr, həyatdan zövq almama, o daim ağlama, bikeyflik halları varsa, kiçik dozada antipsixotik dərman preparatları da təyin edə bilirik. Və 0558 nömrəli abunəçinin mesajını oxumaq istəyirəm. Deyir, Günay xanım, sizə sonsuz minnətdaram ki, içimdəki bu narahatçılığa, sualıma cavab tapdım. Allah sizdən razı olsun. Allah doktorumuzdan razı olsun ki, sualları bir-bir cavablandırdı. Doktor, mən sizə təşəkkür eləyirəm.